Əmək Məcəlləsinə əlavə olunan yeniliklər işçinin sosial təminatını və əmək hüquqlarını gücləndirən müsbət addımlar kimi dəyərləndirilir. Amma suallar da var. Əgər işə götürən bu dəyişikliklərə fərqli yanaşırsa, yaxud tətbiq prosesində anlaşılmazlıqlar yaranırsa, işçi hara müraciət etməlidir? Hüququnu necə qorumalıdır? Bu və digər suallara aydınlıq gətirmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətindən bir müsahibəmiz var. İzləyək. Əmək Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edir. Həmçinin əmək münasibətlərində daha çevik, sosial yönlü və müasir tənzimləmə mexanizmlərinin formalaşdırılmasına imkan yaradır. Vətəndaşların əmək qanunvericiliyi ilə bağlı sorğu və müraciətləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cavablandırılır. Məqsədimiz qanunun düzgün izahını təqdim etmək və bu sahədə vətəndaşlara metodiki dəstək göstərməkdir. Müraciətlərin cavablandırılma müddətinə gəlincə, vətəndaşların müraciətləri haqqında qanuna əsasən cavab verilməsi üçün müəyyən vaxt çərçivələri mövcuddur. Əgər müraciət əlavə araşdırma tələb etmirsə, ona ən gecə 15 iş günü ərzində cavab verilir. Əgər məsələ daha ətraflı yoxlanılmalıdırsa, bu müddət 30 iş gününə qədər uzadıla bilər. Elə hallarda olur ki, əlavə məlumat toplamaq və ya digər quruma sorğu göndərmək lazım gəlir. Belə olduqda məsələ ilə məşğul olan vəzifəli şəxs bu müddəti əlavə 30 iş günü uzada bilər. Belə olan halda bu barədə müraciət edən şəxsə və ya yuxarı orqana məlumat verilir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə isə daha sürətli baxılır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə isə ən gecə 15 iş günü ərzində baxılır. Bəzi hallarda isə məlumat vaxtında verilməsə artıq əhəmiyyətini itirə bilər. Belə müraciətlərə dərhal, bu mümkün olmadıqda isə ən gecə 24 saat ərzində baxılmalıdır. Qeyd edək ki, bu müddətlər müraciət cavabdeh quruma daxil olan gündən hesablanır. Müraciəti vətəndaş birbaşa aidiyyatı quruma və ya məsul şəxsə yazılı və ya şifahi formada təqdim edə bilər. Yazılı müraciətləri vətəndaş özü və ya nümayəndə vasitəsilə şəxsən təqdim edə, poçt, faks və ya elektron qaydada göndərə bilər. Yazılı müraciətlərdə müraciət ünvanlanan qurumun və ya şəxsin adı, müraciət edənin və ya təşkilatın adı, soyadı, ünvanı nümayəndə təqdim edərsə, onun da tam məlumatları və səlahiyyətini təsdiqləyən sənəd olmalıdır. Bu məlumatlar tam deyilsə, müraciət anonim hesab olunur və cavablandırılmır. Vətəndaşların kağız üzərində müraciətləri imzalanmalı və tarix göstərilməlidir. Elektron müraciətlər isə rəsmi sayta daxil edilməli və ya müvafiq elektron ünvanlara göndərilməlidir. Elektron sənədlər elektron imza ilə təsdiqləməlidir. Vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına, regional ərazi şöbələrinə, həmçinin dost mərkəzlərinə müraciət edə bilərlər.